Salam dostlar. Hamımız bilirikmi, İrəvan xanlığın bayraqların üstündə hansı rəmzlər və yazılar əks olunub? Gəlin bir yerdə öyrənək. İrəvan xanlığın əsası Emir Mehdi xan tərəfindən qoyulub və 1747-1828-ci illərdə mövcud olmuşdur. Müxtəlif illərdə deməli 10 xan hökmdarlıq edib və sonuncu Hüseynqulu xan Qacar olub. Deməli, o vaxtı hər bir xanın öz bayrağı olub. Standart deyilir buna. Hüseynqulu xanın bayrağı tünd qırmızı mahud parçadan hazırlanmışdır və ətrafı müxtəlif rəngli ipək saplardan saçaq salınmışdır. Bayrağın yuxarı enli hissəsində şir, xurşid, yəni günəş və aslan təsvirlər əks olunub. Şir və günəşin təsvirindən yuxarısında 2-6 güşəli kartuş var. Bir tərəfində yazılıb, mən şəriətə uyğun hərəkət edirəm, digərində isə kömək Allahdandır, yaxın qələbə. İrəvan xanlığın alay bayrağı isə zoğalı və ağ rəngdə 4 künc ipək qanovuz parçadandır. Zamanın təsirindən bayraq bej rəngi almışdır. Əslində o vaxt bayraq bax belə görsənirdi. Ortada şiri xurşid, yəni günəş və aslan təsvir əks olunub. Şir pəncəsində qılınc tutmuş, arxasında isə doğan günəş və onun qızılı şüaları görünür. Şir şücaət və müdriklük rəmzidir. Şirin başı üstündə Əs-Sultan ben Əs-Sultan Şah Fətəli Qacar 1239. Fətəli Qacar, Qacar sülaləsinin şahı olub. 1239 isə hicri təqvimidir. Milad təqvimi isə 1823-cü il deməkdir. Bayraq zoğalı uçbucaqların hissələrində Quran ayələri yazılmışdır. Aşağı sağda möminləri müjdələ, solda isə kömək Allahdandır və yaxın qələbə. Yuxarı sağda həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik, solda isə mərhəmətli, rəhimli Allahın adı ilə sözləri yazılmışdır. Bax belə dostlar.